Və bəylər, 77-ci sualda mənə deyir ki, укажите вариант речевой ошибки. Hər şeydən öncə gəlin sizə xatırlatma eləyim ki, вообще речевая ошибка nədir? Yadda saxlayın, речевая ошибка nitq səhvi deməkdir və nitq səhvi sualı bizim qarşımıza fərqli mövzularda çıxa bilər. Bunun ilk mövzusu, daha doğrusu ilk olaraq bizim qarşımıza çıxa biləcək say və ismin uzlaşmasıdır. İsim və sifətin uzlaşmasıdır. İkinci olaraq qarşımıza çıxa bilər paronimin səhv istifadəsi. Bunun ən çətin mövzusunu mən belə adlandırıram. Bu da fe'li bağlamanın istifadəsidir. Biz o mövzuya da sizinlə bir dəfə baxmışdıq. Yəni ümumiyyətlə yadda saxlayın ki, rечевая ошибка fərqli mövzular olaraq bizim qarşımıza çıxa bilər. Bu həm morfologiya mövzuları, yəni nitq hissələrinin düz və yaxud da səhv istifadəsi, bu sintaksis mövzuları da ola bilər, cümlənin səhv quruluşu, məsəl üçün fe'li bağlama ilə istifadəsi və s. İndi 77-ci sualda mənə deyir ki, укажите вариант речевой ошибки. Xanımlar və bəylər, mənim burada səhv variantım olacaq variant D variant. İzah edirəm niyə? Orada bizim belə bir söz birləşməmiz var D variantında. Baxın, у обоих дверей. Görürük o söz birləşməsini. Отлично, хорошо. У обоих дверей. Теперь в чем дело? Məsələ nədədir? Bu apardığım qeydləri görürsünüz, xanımlar, bəylər? Yox, qeydlər görünmür. Ekran görüntüsü onda qeyd görünmür. Nичего. Значит, теперь запомните. Bizim belə bir sayımız var. Так, daskanı görürük də. Bəli. Теперь смотрите, xanımlar və bəylər, bizim təkrarlayıram, əgər rечевая ошибка sualımız varsa, deməli orada böyük ehtimal ki, qarşımıza çıxa biləcək suallardan biri də say və sifət və ismin və yaxud da say və ismin səhv istifadəsidir. Elə o sualda da qarşımıza çıxdığı kimi. Теперь запомните, bizim iki dənə sayımız var. Oba və obе. Obе. Niyə belə oldu? Oba və obе. Deməli, Azərbaycan dilinə tərcümə olunurlar hər ikisi. Hər ikisi. Arasında da belə bir fərq var. Mən obadan sonra istifadə edirəm mужской rod və yaxud da средний rod. Yadda saxlayın, bu kişi cinsinin və orta cinsinin istifadə olunması obanın hallandırılmış versiyalarına da aiddir. Biz sizinlə hallandırma keçmirik deyə, mən sizə hallandırılmış versiyalarını da qeyd edəcəm. Обоих. Обоим. Обоими. Об обоих. Baxın, bu bildiyimiz kişi cinsinin hallandırılmasıdır. Aydındır? Bu hallandırmanı təkrarlayıram. Biz sizinlə keçmirik deyə mən sizə məcbur şəkildə hallandırılmış versiyanı da verəcəm. Baxın, burada məsəl üçün deyirəm, hallandırılmış olaraq görürsünüz. Bu O hərfini yadda saxlayın. Deməli, əgər bu O hərfi varsa, necə deyim, bu sayda, deməli, həmin o sayımız hansı cinsə aiddir? Kişi cinsinə aiddir. Правильно? Deməli, siz oba və bu saylardan sonra, yəni ki, bunun hallandırılmış versiyalarından sonra hansı cinsi istifadə etməlisiniz? Мужской rod və yaxud da средний rod. Bir də xanımlar və bəylər, gəlin sizə primer olaraq da yazım. Например, oba друга. Müəllimə, dva divə kimidir də bir növ. Da, o da onun təxminən, bəli. Prosta onun hallandırılmış versiyası elə eyni cürədir, amma burada biraz fərqlidir. Значит, два друга. Друг sözümüz kişi cinsinə aiddir. Правильно? Значит, mən oba ilə onu istifadə edə bilərəm. Хорошо? Понятно? Теперь здесь есть еще второй момент. İndi obе məsələsinə gəlir. Bunu skrinlərdə narahat olmayın. Ekran kaydında göstərəcəm. Ona görə bunu silirəm, чтобы ikinci hissəni də qeyd edeyim. Deməli, tərcüməsini bildik. İndi bir də bizdə var xanımlar və bəylər obе. Oy, onu biçimi istiyorsan. Bir də bizdə xanımlar və bəylər var obе. İsə Azərbaycan dilinə yenə hər ikisi deyə tərcümə olunur. Amma bu özündən sonra обязательно женский rod tələb eləyir. Və bu, bunun hallandırılmış versiyalarına da aiddir. Hallandırılmış versiyada elə olduğu kimi Y hərfimiz qalır. Обеих. Обеими. Об обеих və s. Yəni, bildiyimiz bu Y hərfi necə varsa, таким же образом сохраняется. Baxın. Хорошо? Və bu özündən sonra hansı cinsi tələb eləyir? Женский rod tələb eləyir. Məsəl üçün deyirəm,
Ой, sorry. Например, обе подруги. Podruqa cinsimiz, sözümüz qadın cinsinə aid olduğuna görə nə ilə istifadə edirəm xanımlar və bəylər? Obə ilə istifadə edirəm. Aydındır bu da? Bəli. Все, Да. отлично. İndi. Peki, bunu silək və sualımıza baxaq görək. Bu nəyin hallanmasıdır? İsmin hallanmasıdır, yoxsa nə? Yox, bu числительный-dir, sayın hallanmasıdır. Хорошо? İndi D variantımıza bir dənə fikir verin 77-ci sualda. Orada qeyd edilib ki, у обоих дверей росли розы. Двери sözünü ilkin formasına qoysaq sözümüz necə olacaq? Dver. Dver sözümüzdə Dver, qadın cinsinə aid olduğuna Ha, görə evet, orada evet. обоих olmalı deyildi. Olmalıydı у обеих дверей росли розы. Хорошо? Ona görə də bizim D variantımız, xanımlar və bəylər, burada səhv olacaq. Təkrarlayıram. Обоих дверей olmaz, olmalıydı у обеих дверей. Səbəb, çünki dver sözümüz qadın cinsinə aiddir və onunla uzlaşdırdığımız say da qadın cinsinə aid olmalıdır. Ona görə D variantımızda say və ismin uzlaşmasında səhv olduğuna görə D variantımız отпадает. Aydındır? Понятно? Да. Все хорошо. Значит, keçirəm variant 79-cu suala. Digər sualları mən sonra seçimi olaraq sizə deyəcəm. Onları siz 10 dəqiqəlik aralıqda özünüz işləyəcəksiniz. Mən sadəcə izah eləyəcəyim sualları deyirəm sizə. Gəlin 79-cu suala. Deməli deyir ki, какое слово не может сочетаться со словом враг? Враг sözü ilə istifadə oluna bilməyəcək sözləri istəyir. Və əgər biz sizinlə İstifadə olunmayacaq, daha doğrusu sözü istəyir. Sözləri yox, sözü istəyir. Əgər biz sizinlə variantlara baxsaq, xanımlar və bəylər, orada olan sözlərimizdən bəzilərimiz məsəl üçün paronim sözlərdir. Например, C variantında olan sözümüz var, Y variantında olan sözümüz var. Tanış gəlir bunlar sizə paronim olaraq? Heç qarşınıza çıxıb oxuduğunuz paronimlərin içərisində? Bəli. Все. Məsəl üçün deyirəm, çox primitiv olanı deyim. Orada Y variantında skrytый sözümüz var bizim, правильно? Да, хорошо. Bizdə məsəl üçün skrytый var və onun paronim olaraq var skrytный n-lə olan versiya. Qoyun onu da sizin üçün yazın. Deməli, Y variantında olan sözümüz skrytый, правильно? Bunun paronim olaraq bizdə istifadə olunur skrytный. Skrytный. İndi arasındakı fərqi izah edirəm. İlk öncə yazıda da olan fərqini görmüş olun. Cəmi və cəmi bir hərflə fərqlənir xanımlar, bəylər. Baxın. N hərfi ilə fərqlənir. Aydındır? İndi yadda saxlayın. Skrytый bu bizim bildiyimiz qapalı deyə tərcümə olunur. Bağlı, qapalı. Хорошо? Amma bu ikinci sözümüz xanımlar və bəylər, bu insan xarakterindən aiddir və yaxud da insanın özünə aiddir. Например, deyirəm ki, он очень скрытный человек. Deyir, özünə qapanıq insandır mənasında. Özünə qapanıq mənasındadsa, insana və yaxud da insan xarakterinə aiddirsə, deməli söhbət bu sözdən gedir. Aydındır, baxın bu sözdən gedir. Yox, əgər bildiyimiz qapalıdan söhbət gedirsə, gizli qapalı mənasındadır. O da budur. Поэтому sizdə orada значит 79-cu sualınızda orada skrytый враг ola bilər. Bildiyimiz gizlənmiş necə deyim, düşmən mənasında. Aydındır, gizli düşmən mənasında. Hər halda mən özünə qapanlıq düşməni nəzərdə tutmuram da. Burada правильно gizli düşməni nəzərdə tuturam. Daha sonra siz mənə deyin görüm, опасный враг istifadə oluna bilər? Bəli. Все, хорошо. Сильный враг da deyə bilərəm, правильно? Хорошо. Orada bizim variant olaraq səhv variantımız, istifadə olunmayan variantımız C variantında göstərilən игристый sözümüzdür. Дело в том, что rus dilində bizdə var bir игристый. Mən уже сразу средний родda yazarım. Например, deyirəm игристое вино. Azərbaycan dilinə köpüklənən deyə tərcümə olunur. Və bu sözümüz içkilərlə istifadə olunur. Игристое вино, игристое шампанское və s. Bunun paronim olaraq sizin qabağınıza çıxa bilər игривые. İqrivaya, oynaq deyə tərcümə olunur. İqrivaya, oynaq deyə tərcümə olunur. Aydındır? Например, mən deyə bilərəm İqrivый котенок. Tərcümə edə bilərsiniz İqrivый котенок. Bildiyimiz oynamağı sevən pişik mənası, pişik balası mənasında. Хорошо? Понятно?
Да. Все, отлично. Да. Deməli 79-da variantımız hansı olacaq? C variantında. Təkrarlayıram sualı deyir ki, какое слово не может сочетаться со словом враг? Враг sözü ilə istifadə oluna bilməyən o variantımızda olduğu hansı variant? C variant. Mən sizə burada açıqlamasını da verdim. Paronim olaraq da zəhmət olmasa yadda saxlayın, чтобы запомнили. Хорошо? Все, Bəli. отлично. Deməli 81-ci sualımız 2024-ün səhv etmirəmsə, ya 24-ün ya da 23-ün dəqiq yadımda deyil, qəbulunda D variantının 20-ci sualı idi bu. Həmin imtahanda mən iştirak etmişdim, ona görə belə dəqiq şəkildə yadımda qalıb. Deməli, məsələmiz nədir? Biz sizinlə paronimlərdən öncə ikinci ən önəmli öyrənməli olduğumuz məsələ, xanımlar və bəylər, elə bu 81-ci sualda gördüyümüz sözlər olacaq. Дело в том, что rus dilində belə bir termin var. Səhv etmirəmsə, Azərbaycan qrammatikasında da var ya, substantivləşmə. Bizdə məsəl üçün var substantivirованные slova, yəni ki, nitq hissəsi dəyişmiş sözlərdə belə deyək sizə. Хорошо? Belə izah edeyim. Yəni ki, bax məsəl üçün deyirəm, çox primitiv olaraq elə bu 81-ci sualın üzərində sizə izah edeyim. Məndən 81-ci sualda tələb edir ki, mən həm isim, həm də sifət kimi istifadə olunan sözü göstərim sizə. Həm isim, həm də sifət kimi istifadə olunan söz tələb edir məndən. Хорошо? İndi və mən əgər bu sözlərə baxmış olsam, əgər mən bu sözlərə baxmış olsam, hamısının sonluqlarına bir dənə diqqət yetirin. Baxın, обильный, тесный, горничная, приемная, внимательный. Hamısının sonluqları mənə sifətin sonluqlarını xatırladır. Görürsünüz? Обильный, ya. Fikir verirsiniz, bu nəyin sonluqlardır? Sifətin sonluqlardır. Və bizdə rus dilində elə sözlər var ki, onlar məsəl üçün vaxtdaykən sifət kimi istifadə olunub, amma indi tam şəkildə isimləşiblər. Məsəl üçün bizim belə bir sözümüz var. Запятая. Nədir запятая? Что такое запятая? Vergül. Yəni ki, həmin o sözün görürsünüz Azərbaycanca tərcüməsi belə isim olaraqdır. Amma sonluğu ya sonluğu bizə nəyi xatırladır? Sifəti xatırladır. Və yaxud da məsəl üçün belə bir söz götürüm sizinlə. Stolovaya. Nə deməkdir stolovaya? Yeməkxana. Görürsünüz, mən o sözü həm isim kimi istifadə edə bilərəm. Baxın, zapitaya tam şəkildə isimləşib. Amma stolovaya sözünü mən həm isim kimi istifadə edə bilərəm, xanımlar və bəylər, həm də ki, sifət kimi. Məsəl üçün, belə bir söz birləşməsi deyirəm sizə. Deyirəm ki, большая stolovaya. Tərcümə edin mənə. Большая stolovaya. Böyük yeməkxana. Hal-hazırda stolovaya isimdir, yoxsa sifətdir? İsim. İsimdir. Amma məsəl üçün mən sizə desəm stolovaya ложка. Yemək qaşığı. Aha. Yemək qaşığı. Все хорошо, deməli mən o sözü həm isim kimi istifadə edə bilərəm, həm də sifət kimi. İndi bizdən də 81-ci sualda elə eyni tipdə, yəni həm isim, həm də sifət kimi istifadə edə biləcəyim sözləri istəyir. Mən sizin üçün, yəni ki, əslində kitabda, sizin aldığınız kitabın içərisində həmin o sözlər var. Mən dərsdən sonra sizə hansı səhifədə olduğunu da və yaxud da indi 10 dəqiqəlik aralıqda hansı səhifədə olduğunu da qeyd edəcəm. Obязательно o sözlərə baxın. Bizim 81-ci sualda xanımlar və bəylər düzgün variantımız olacaq B variantımız. Приёмная. Приёмная, baxın, məsəl üçün mən deyirəm ki, большая приёмная. Приёмная nədir? Qəbul otağı. Düzdür? Bildiyimiz qəbul otağı. İndi əgər mən desəm ki, у врача большая приёмная, necə tərcümə olacaq большая приёмная? Həkimin böyük qəbul otağı var. Böyük qəbul otağı. Yaxşı, əgər mən desəm приёмная комната, qəbul otağı yenə də. amma уже burada приёмная necə istifadə olunmuş olacaq? Nə kimi? Sifət kimi istifadə olunacaq. Yəni mən onu tək əgər istifadə eləsəm, necə deyim, sırf qəbul otağı mənasında isim kimi istifadə edə bilərəm. Kontekst içərisində mən onu sifət kimi də istifadə edə bilərəm. Правильно? Amma məsəl üçün deyirəm, orada Приёмная həm də övladlıq demək deyil. Да, приёмный сын. Да. O da var, правильно. Приёмный сын, приёмная дочь, məsəl üçün. O da var. O da sifət Mən bu məntiqlə götürmüşdüm. Bəli. olduğuna görə. Все хорошо. Məsəl üçün amma deyirəm, orada bizim Y variantımızda bir sözümüz var ya, горничная. Bu bildiyimiz xadimə deməkdir. Mən o məsəl üçün sözümüz tam şəkildə isimləşib. Mən onu sifət kimi istifadə edə bilmərəm.
Хорошo, xadimə deməkdir. Mən o sözümüzü sifət kimi istifadə edə bilmərəm. Amma A, C və D variantlarında olan sözlərimizə обильный, тесный, внимательный, bunlar isə ancaq sifət kimi istifadə olunur. Bunların isim kimi istifadə olunan versiyaları yoxdur. Bir də ümumiləşdirim, yadınızda qalsın. Обильный, тесный, внимательный. Sadəcə sifət kimi istifadə olunur, isim kimi istifadə oluna bilməzlər. Y variantında горничная sözümüz xadimə deməkdir, ancaq isim kimi istifadə olunur. Приемная sözümüz isə kontekstdən asıllı olaraq həm sifət kimi istifadə oluna bilər, həm də isim kimi istifadə oluna bilər. Məsəl üçün, o dediyim bayaqki qəbulda düşən sualda, orada səhv etmirəmsə, səhv xatırlamıramsa əgər, elə o stolovaya sözünü düzgün cavab olaraq vermişdilər. Çünki kontekst içərisində o həm sifət olmuş ola bilər, həm də isim kimi də istifadə oluna bilər. Bu sözlər də kitabda sizə verilib, sadəcə sizə səhifəsini açıqlayacağım, onları da öyrənərsiniz. Yaxşı? Amma indi yox, paronimlərdən sonra. Aydındır? Понятно? Evet. Всё, отлично, хорошо. İndi gəlirəm 82-ci suala. 2 dəqiqə sizə vaxt verirəm. Bir baxın görüm, tapa bilirsinizmi? Ümumiyyətlə nə sual aiddir, hansı mövzuya aiddir bizim bu sualımız? Aydınlaşdırın. Sonra mən sizə izah eləyəcəm bir-bir. Хорошо? Burada bir dənə söz adamın gözünə girir axı. Mən nə Bəli. tədbir Oy, nə bilmirəm. gözəl. Necə sevinirəm o söz sizin gözünüzə girdi. Извините, конечно, но это так. Bu deməkdir ki, izah elədiyimdən nəsə var. Baxaq, xanımlar, bəylər, izah eləyim. Mən gözə girən söz deyə bilərəm. Davайте. İndiyski filmov. SK sufiksi şeylə istifadə olunur. Aha, amma bizdən aşıbqa istəyir axı. Aşıbqa ilə bir təsəvvür edir. Film isimdir ki. Film isimdir. SK. Bəli. Film İsimdir. isimdir, bəli. Bir dəqiqə. Спасибо, Naim. Bəli. Yox, baxın, əslində düzgün necə deyim, рассуждаете. Просто səhv variantı götürmüsünüz, nə mən də səhv variantı götürmüsünüz. İndi izah edeyim, başa düşəcəksiniz sözüm deyə. Baxın, səhvi götürdüm. Каменистый берег правильный. Нет, каменистый берег тут тоже правильно. Заботливый день Он заботливый не может классический быть. хирург. Всё. Нет, день заботливый не может быть. Да, День да, не да, может да, быть да, заботливым. да. День может быть заботным. Сейчас indi mən hamısını bir-bir izah eləyəcəm sizə. Açım, yazacağım, хорошо? Я напишу, а вы запомните. Договорились? Хорошо? Теперь baxın. Baxın, açıram bunu. Baxın, təkrarlayıram. Каменистый путь, каменный, nə bilim, dom, каменистый daşlı deyə tərcümə olundu. Каменный də daşdan hazırlanmış. İkinci olaraq gəldi plastический хирург, пластичный танец. İndi sənin məsələnə gəlirəm. İndiyski film. Özün deyirsən ki, bax orada bir SK şəkilçisi var. SK şəkilçisi də bizə nəyi bildirir? Həmin o sənin dediyin mənsubiyyəti bildirir. İndi burada da yazıb, в городе проводился фестиваль индийских фильмов. Məyər film hindlərə, Hindistana aid ola bilməz? Aid ola bilər. Mənsubiyyət varsa SK olmalıdır. Sən o insana aiddir məsələsini çivlivlə qarışdırırsan anar məncə. İndi o məsələyə də gələcəm. Orada bizdə Y variantında, bax Y variantında belə bir sözümüz var. Bunu silim. Y variantında belə bir sözümüz var. Заботливый. Daha doğrusu ora qeyd olunub заботный. Yadda saxla. Заботный da bizim sufiksimiz n-dir. Əslində bu sufiks bizə sözün açığı işini bildirmir. Sadəcə göstərirəm arasındakı fərqi. Bax, заботный Azərbaycan ilə problemli deyə tərcümə olunur. Problemli. Qayğılı, problemli. Хорошо? Bax, tərcüməsi bunun budur. Problemli. Bir də bunun paronim versiyası var bizdə. O da olacaq заботливый. İndi sən mənə də görün, bu заботливый də mənim gözümü nə çıxarmalıdır?
Çi, Çiv liv. Zabotli Hal-hazırda burada liv var. Правильно? İndi sən mənə denən görüm. Liv nəyə, kimə aid olmalıdır? İnsana aid olmalıdır. Человек бывает заботливым. Amma bizdə bu 82-ci sualda Y variantında день sözünü verib. İndi sən mənə denən görüm. Mən день sözü ilə nə istifadə etməliyəm? Заботный или заботливый? Zabotli. Заботный. Hətta cümlə də mənə onu deyir. Orada qeyd olunub ki, день был тревожный. Тревожный nə deməkdir? Belə necə deyim, gərgin mənasında da. Problemli və gərgin olub. Все, значит, день был заботный и тревожный. Amma Y variantında nə verib? Заботливый и тревожный. Человека, insana aid olmalıdır əgər sözdə çivli varsa. Bir dənə istisna olaraq дождливый sözünü demişdim sizə yadda saxlayın deyə. Помните? Это слово. Все. И в итоге 82-ci sualda düzgün variantımız olur variant Е. Aydındır? Bəli. Хорошо. Есть какие-то вопросы, непонятные что-то? Yoxdur ki? Нет. Все, отлично, хорошо. Hayır yoxdur. Так, дальше идемте. Все, отлично. Baxın, eynən 87-ci sual bu ilin ikinci qəbulunda elə format olaraq da düz bu formatda qarşımızda var idi. Deyir ki, слова какого ряда употребляются с предлогом в? В предлогу ilə istifadə oluna biləcəyi sözləri bildirməlisiniz mənə. İmtahanda da elə inanın ki, tam elə bu versiyada düşmüşdü sualımız. Deməli, yenə qarşımıza çıxma ehtimalı varmı? Var. Deməli, в чем здесь дело? Biz sizinlə düzgün istifadəsini bilməyimiz üçün ümumiyyətlə v və n-ın arasındakı fərqi başa düşməliyik birinci. Biz bilirik ki, v-nı biz istifadə edirdik içərisində və yaxud da qapalı məkanlarla, n-ı istifadə ediriksə açıq məkanlarla və üzərində bildirdiyimiz zaman. Amma məsəl üçün deyirəm, например, elə nüanslar var ki, onları biz yadda saxlamalıyıq. Nə kimi nüanslar? Məsəl üçün, geografiski nazvaniyada dеревня, поселок, nə bilim, bütün bu coğrafi məkanların hamısı ilə biz istifadə edirik v. В городе, в селе, в деревне, в поселке. Bütün coğrafi məkanlarla biz v istifadə edirik. Məsəl üçün bizim var idman oyunlarımız. Я играю в баскетбол, в хоккей, в футбол. Hamısı ilə demək olar ki, v istifadə olunur. Я играю в карты, в шахматы, в нарды. Hamısı nə ilə istifadə olunur? V ilə istifadə olunur. Məsəl üçün, nə ilə istifadə olunanlarımızdan var. Məsəl üçün, görürsünüz burada A variantında sonuncu sözümüz yug. Yug nə deməkdir? Nayuk. Da, cənub, bəli. Yadda saxın, bu cəhətlər var. Sever, yug, zapad, vostok. Bunların hamısı ilə na istifadə edəcəksiniz. Ona görə, gəlin indi bir-birindən çıxaraq, görək orada bizdə nə qalır. Deməli, mənim A variantımda yug, yəni son sözüm gedir. Düzdür, yug sözümüz buradan gedəcək. Çünki bununla mən na istifadə edirəm. Na yugi cənubda, na yug da cənuba deyə tərcümə olunacaq. Daha sonra B variantında bizdə orada nə sözümüz var, hansı ki bizə uyğun gəlmir. Hə, orada bizdə значит var koridor sözümüz. Отзыв вообще куда там? Отзыв bilirsiniz nə mənada istifadə edirəm? Давайте я вам скажу. Отзыв nə isə rəydir. Rəy bildirirsiniz. Rəyin içərisində. Məsəl üçün mən tutalım ki, magistr işi yazmışam. Kimsə mənim həmin o magistr işimə rəy bildirir. Həmin o rəyin içərisindən nəzərdə tutur. Orada olacaq в отзыве. No, пожалуйста, o v ilə istifadə olunacaq. Amma məsəl üçün bizim o A variantında da avtobus sözümüz var. İndi mən əslində ora ayrı şəkildə geri dönüş eləyəcəm sizin üçün. Amma вот запомните, есть такие моменты, elə sözlərimiz var ki, onlar həm v ilə istifadə oluna bilərlər, həm də na ilə istifadə oluna bilərlər. Aydındır? Yəni ki, onların fərqi var. İndi onu da sizə deyəcəm ki, чтобы вы вообще как бы да запомнили, какая между ними разница. Onu da çalışacağım sizə izah edeyim. Хорошо? Daha sonra gəlirəm C variantında svadьба sözüm var. Svadьба na ilə istifadə olunur. D variantında da встреча sözüm var. Yadda saxlayın. Bu proseslər var. Baxın, встреча bir prosesdir də, görüş deməkdir. Məsəl üçün imtahan, dərs, nə bilim, baxın deyirəm, ya na uroki, ya na ekzameni. Bu proseslərin çoxsu ilə bizdə na istifadə olunur. Plus, orada bizim poçta deyə bir sözümüz var. Mən keçən dəfə də sizə demişdim ki, v və na-nın açıq və qapalı məkanla istifadə məsələsi bütün sözlər üçün keçərli deyil idi. Məsəl üçün,
Poçta, zavod, bir də fabrika. Bu üç sözümüz bu istisna sözlərdir və bunların üçü ilə də na istifadə olunur. Məsəl üçün, na poçta deyəcəksiniz, na zavode deyəcəksiniz. Хорошо? Bu üç sözü yadda saxlayın. Poçta, zavod, fabrika. Bunlar na ilə istifadə olunur. Хорошо? Ona görə oradan D variantımız da getdi. Qalır orada Y variantı. Port, posyolok, kinoteatr. Posyolok bayaq da dediyim kimi coğrafi məkandır. V ilə istifadə olunacaq. Kinoteatr qapalı məkandır. V ilə istifadə olunacaq. Port, portu olacaq. O da olacaq variant Y. Aydındır? Bəli, bəli. Все, хорошо. Bir dənə əgər informasiya çoxluğu olmayacaqsa, bu maşın və avtobuslarla bağlı, ümumiyyətlə bu nəqliyyat vasitələrinin V və na ilə bağlı olan məsələsi var. Burada sizə dedim, davayt mən sizə onu da izah eləyim tez bir şəkildə. Ümumiləşdirmək üçün təkrarlayıram. Bizdə var V, bizdə var na, правильно? Və bunların necə istifadə olunması haqqında bizim azdan çoxdan məlumatımız var. Qapalı məkan məsələsi demişdik, içində demişdik V ilə istifadə olunacaq, açıq məkandır və üzərində bildirdiksə na ilə istifadə olunacaq. Amma xanımlar və bəylər, bizim bəzi söhbət məsələlərimiz, bəzi sözlərimiz var ki, orada V və na kontekstə görə dəyişə bilər. Məsəl üçün, mən götürürəm çox primitiv maşina sözünü. Maşina. Bu bir nəqliyyat vasitəsidir, düzdür? Правильно? Maşina bir nəqliyyat vasitəsidir. İndi yadda saxlayın. Əgər siz həmin bu maşını bir nəqliyyat vasitəsi olaraq bildirirsinizsə və əgər siz onu hərəkət feilləri ilə istifadə edirsinizsə, xanımlar və bəylər, siz onu na kimi istifadə edəcəksiniz. Məsəl üçün, ya еду на машине. Hal-hazırda siz maşını kimi istifadə edirsiniz? Bir nəqliyyat vasitəsi olaraq istifadə edirsiniz də, maşınla hardansa hara gedirsiniz. Amma məsəl üçün deyirəm, oturmusunuz maşının içərisində və sizə zəng edib soruşurlar ki, sən hardasan? Deyirsən ki, mən maşındayam da, məsəl üçün maşının içində oturmuşam, metroda oturmuşam, avtobusda oturmuşam. Hal-hazırda həmin maşını, metronu, avtobusu bir məkan olaraq bildirirsiniz. Məkan olaraq bildirdiyiniz zaman isə uca baxacaqsınız. Açıq məkandırsa na, qapalı məkandırsa V istifadə edəcəksiniz. Məsəl üçün deyəcəksiniz ki, ya сижу в машине. Niyə? Çünki siz hal-hazırda maşının içərisində oturmusunuz. Təkrarlayıram. Nəqliyyat. Deməli, xanımlar, bəylər, bu 87-ci sualda bir balaca məsələ bayaq da sizə izah elədim. V və na-nın fərqli, eyni sözdə, amma fərqli mənalarda istifadə olunma məsələsi var idi. Nəqliyyatla bağlı. Orada anlaşılmayan heç nə yoxdur ki, hər şey aydındır. Hə? Хорошо. Deməli, bir dənə ümumiləşdirirəm. Fark eləmir də, avtobusdur, tramvaydır, trolleybusdur, hər nədirsə hamısında o formadadır. Hərəkət eləyir. Aha, amma baxın, belə bir məsələ var. Tutalım ki, mən götürək velosiped. Правильно? Məsəl üçün. Biz maşında, deməli, əgər maşın bir nəqliyyat vasitəsidirsə, biz orada na istifadə elədik. Cümləyi qurduq ki, ya yedu na maşini. Правильно? Düzdür? Sonra amma ikinci olaraq biz məkan olaraq bildirəndə nə istifadə elədik orada? V. Dedik ki, çünki maşın bir qapalı məkandır. Правильно da? Значит, qapalı məkansa mən ondan V istifadə eləməliyəm. Verna? Amma tutalım ki, götürək gəlin velosiped sözünü. Əgər məsəl üçün mən deyirəmsə ki, mən velosiped, cümlə quram da, mən velosipedlə harasa gedirəm. Например, я еду на велосипеде. Правильно? Velosipedin üzərində gedirəm. Amma əgər, məsəl üçün, mən velosipedin üzərində dayanmışamsa, baxın, dayanmışam, velosipedin üstündə oturmuşam. Baxın, elə Azərbaycancıda deyirəm, üzərində dayanmışam. O üzərində nə ilə bildirəcəm? Yenə na ilə bildirəcəm. Yəni, siz o fərqi kontekstdə başa düşəcəksiniz. Aydındır. Təkrarlayıram. Я еду на машине, но я сижу в машине. Görürsünüz, orada o yedu mənə kömək edir. O hərəkət feili mənə deyir ki, bax, burada sən istifadə eləməlisən nanı. Çünki maşın hal-hazırda bir nəqliyyat vasitəsidir. Amma sən onu məkan olaraq bildirirsənsə, məkan olaraq bildirəndə də mən nəyə diqqət eləməliyəm? Açıq məkandır, yoxsa qapalı məkandır? Maşın qapalı məkandır, V ilə istifadə eləyəcəm. Velosiped açıq məkandır, na ilə istifadə eləyəcəm. Все. Понятно?
Да. Все, хорошо, bu Спасибо. qədər sadə. Да, не за что. Ben Спасибо. bir şey deyim. Да, пожалуйста. Mən də maraqlısı burasındadır ki, Aha. deyirsiniz, məsələn, nəqliyyat vasitəsi olanda da nain istifadə eləyirik, ancaq məkan bildirəndə v istifadə eləyirik, maşın, tramvay falan. Hər zaman Amma bu yenə deyil də, biraz- nam məsələsi, nam da ola bilər orada. Açıq qapalı məkan məsələsinə baxacaqsan sən. Aha. Amma bir şey var ki, məsələn, tutaq ki, biz nəqliyyat vasitəsi kimi istifadə eləsək də yenə o maşının içərisindəyik də, yəni orada biraz qarışdırılan məsələ burdadır, yəni. İşte sən onu Azərbaycan- qarışdırmamaq üçün, Başqa, sən onu qarışdırmamaq üçün sən orada fe'lə diqqət yetirməli olacaqsan onda. Məsəl üçün təkrarlayıram, əgər orada bir hərəkət fe'li varsa, gedirəm, gəlirəm, nə bilim, bu tip bir hərəkət fe'li varsa, getmək və yaxud da gəlməkdə, onda уже в любом Aha. случае səndə nə olacaq? Çünki sən gedib gəlirsənsə, deməli nəqliyyatı bir vasitə olaraq istifadə edirsən. Aydındır? Amma уже ikinci bir durumda, məsəl üçün metroda kimisə gözləyirsənsə, oturmusansa, həmin oranı bir məkan olaraq bildirirsənsə, açıq və qapalı olmasına baxacaqsan. Deməli, əgər sənə o cür çətindirsə, işin içindən fe'llə çıxmağa çalış. Nəqliyyat vasitəsi, deyək ki, hərəkət fe'li varsa, nadır, уже yoxdursa, qapalı, açıq məkan məsələsidir. Oldu, çox sağ olun. Siz sağ olun, хорошо. Еще какие-то вопросы? Aydın olmayan nəsə var? Yoxdur ki. Хорошо, отлично. Tak, gəlin bir dənə sual. Mətnə baxdınız bu arada, kimsə hansısa sözü başa düşməmişdi? Da, mən 93-ü başa düşmədim. 93-ə gəlirəm. Так, Zalic, выделенное слово. Baxın, burada qeyd olunmuş bir sözümüz var cümlədə. Один из самых верных признаков горючий газ в верхних слоях земли над залежами нефти. Залежи, это знаете что? Нефтин tapıldığı yer, месторождение. Там, где находится нефть. Var orada neft месторождение olarak. Вот 93'te cevabımız olacaq variant D. Zalic Ocaq mənasındadır, yəni zaleji ocaq mənasında. Neft ocağı kimi. Tam где, да. Bəli, harda ki o neft tapılır. Хорошо, вот месторождение. Хорошо. Birinci dəfədə görürdüm bu sözü, ona görə biraz Да, хорошо. utanığı, простите. Bu, kстати, bu da nичего, просто bu sözün ilkin forması mягкий знакla yazılır. Burada sadəcə cəm formasında istifadə olunur. Хорошо? Залежь пишется в начальной форме через мягкий знак. Burada j'dan sonra mягкий знак olur. Просто burada cəmdə istifadə olunur. Ola bilər ki, ona görə qarışdırırsınız. Или просто вообще первый раз встречали. Наверное, я не знаю, я всё первый раз хорошо. встречала, наверное. Запомните, пожалуйста, что залежь это месторождение. Nəyinsə deyəndə yox, ancaq bu məsəl üçün neft ola bilər, я не знаю, да, всякие вот эти полезные ископаемые, да, хорошо, nə bilim, mis, nəyinsə tapıldığı yerə deyilir, belə deyim sizə, хорошо? Так, dayanın bir dənə ümumi suallarımıza yenə baxaq. Что у нас здесь вообще есть? Хорошо. Bunlar əslində sizə düşən suallarımızdan deyil. Хорошо. Bu sınağı bağlayıram. Başlayırıq sizinlə ikinci sınağımıza. Burada da 76-cı sualdan başlayırıq. Əslində 76-cı sualı bir dəfə oxşar sualını bir dəfə mən sizə izah eləmişdim. Baxın, deyir ki, в каком предложении имеется слово, отвечающее на вопрос почему? İndi mənim sizə bir belə sualım var. Что такое почему? Почему nədir вообще? Nə deməkdir почему? Niyə sualıdır? Nə üçün? Nə üçün? Keçən səfər izah eləmişdiniz. Da, хорошо. Amma niyə və nə üçün deyil, sadəcə niyə idi? Çünki nə üçün bizdə zачем var. Хорошо, nə məqsədlə mənasında. Deməli biz sizinlə почему sualına düzgün cavab verən sözü tapa bilməyimiz üçün, правильно? Biz öncə почему və зачем arasındakı fərqi də bilməliyik. Baxın, əgər Azərbaycan dilinə tərcümə eləsək, hər ikisi Azərbaycan dilinə niyə deyə tərcümə olunacaq. Amma fərqi var. Əgər siz sualı почему ilə verirsinizsə, cavabını потому что ilə alacaqsınız. Потому что da çünki deyə tərcümə olunacaq və sual почему ilə verilirsə, bizə səbəb maraqlıdır. Hər hansısa bir hərəkətin, prosesin və yaxud da nəyinsə baş vermənin səbəbi maraqlıdır mənə. Yox, əgər zачемlə sual verəcəmsə xanımlar və bəylər. Burada mənə sözə məqsəd maraqlıdır və məqsəd maraqlıdırsa cavabımı da mən alacağam чтобы ilə.
bayaqsın dediyimiz o 3 ilə. İndi xanımlar və bəylər 76-cı sualda əslində bu suala düzgün cavab vermək üçün bizim sizinlə biraz bağlayıcı haqqında məlumatımız olmalıdır. Biz bağlayıcı keçəndə də bu mövzuya bir dəfə geri dönüş eləyəcəyik sizinlə. Əlavə olaraq как его zərf mövzumuz var, narəçi mövzumuz var. Bir balaca da onunla bağlı məlumatımız olmalıdır. Orada sizə bəzi sözlər deyəcəm. Sırf bu почему və yaxud da zачем sualına cavab verən sözlərimiz var. Onlar Azərbaycan, yəni ki, bizə biraz tanış olmayan sözlərdir. Onlar siz əzbər şəkildə öyrənməlisiniz. Məsəl üçün elə bu 76-cı sualımızda da bizim düzgün variantımız olacaq variant C variantı. İzah eləyirəm niyə? Baxın, orada C variantında bizim birinci sözümüz var. Sprasoniya. Kimsə bilir bu sözün tərcüməsini? Знаешь, что sprasoniya? Что это такое? Gözünü açan kimi də, səhər duran kimi aslında. Нет. Sprasoniya. Нет, а что? Это yuxusuzluqdan deyə tərcümə olunur. Deyir ki, sprasoniya on nичего не понял. Yəni ki, yuxusuz olduğu üçün o heç nə başa düşməyib. Yəni, heç nə başa düşməməyinin səbəbi nədir? Yuxusuz olmaq. Bu da alın sizə почему. Bir də çox xahiş edirəm sizə, bu tip suallarda sualın usloviyasında biraz diqqətli olun. Niyə? Çünki bəzən ola bilir ki, bizdə məsəl üçün hal-hazırda nə deyir? В каком предложении имеется слово, отвечающее на вопрос почему? Yəni mətnin içərisindən deyir, elə bir söz var ki, hansı ki почему sualına cavab verir. Amma bəzən də elə olur ki, cümlənin почему sualına cavab verməsini istəyir bizdən. Aydındır? Yəni bunların arasında fərq var. Təkrarlayıram. Sualın şərtinə diqqətli olun. Niyə? Bəzən bizdən cümlənin tam olaraq почему sualına cavab verməsini istəyir. Bəzən isə deyir ki, cümlədə почему sualına cavab verən söz var. Məsələn, hal-hazırda C variantında bizdə sadəcə почему sualına cavab verən söz var. Sprasoniya. O sözlərdə mən spisak olaraq deyəcəm sizə. Onları da öyrənəcəksiniz. Хорошо? Договорились? Bağışlayın. Да, пожалуйста. Nəsə aydın deyil, yoxsa necə? Yo, askırdım deyəm, askıramış Ay, deyirdim. будьте здоровы. Belə şeylərə takılmayın. İnsanların hamının başına hər şey gələ bilər. Ne переживайте. Будьте здоровы. Хорошо. 76 aydındır. Bəli. Хорошо. Deməli 77 sizin sualınız olacaq. 78-i siz yazacaqsınız. 79-cu suala bir dəqiqə vaxt verirəm, baxın. S. Я выбираю ответ D. D вариант правильный. Объясню почему. Olabilir. Да. Сейчас я объясню почему. Gəlin bir-bir baxaq. Deməli, əgər biz sizinlə cavablara fikir versək, правильно variantda olan cavablara, görürsünüz orada V-na çoxluq təşkil eləyir. Məsələn, A variantında da nalunu məsələsi var, tutalım da. Nə bilim, D variantında da eyni şəkildə, Y variantında da в страну, правильно? Görürsünüz orada, yəni ki, где sualı çox zaman V və na ilə bağlı bir sual olduğuna görə burada bir belə məsələ olur. Gəlin indi biz sizinlə bir yadımıza salaq. V və na-nın iki tərcüməsi var idi də Azərbaycan dilinə, правильно? Значит, у нас с вами был bir da-da tərcüməsi var idi, bir də yön bildirə bilərdi. Və mən demişdim, da-da deyə tərcümə olunanda где sualına cavab verir də, harda sualına cavab verir. O sualın özündə bir da var artıq. Və 90% sözlərimizin sonluğu nə ilə bitirdi normalda? Y hərfi ilə. Y ilə bitirdi. Məsəl üçün deyirəm, bizdə orada Y ilə bitən nə var? Hansı var? Yox. Y ilə bitənimiz yoxdur. Хорошо, bunu qoyduq bir kənara. Daha sonra bizim bəzi istisna sözlərimiz var idi. Hətta mən material qrupuna həmin o istisna sözləri hardan oxuya bilərsiniz deyə skrin eləyib belə göndərmişdim. Həmin o istisna sözlərimiz ki, hansılar ki, где sualına cavab verirdi, amma sonluğu Y yox, U olurdu. Həmin o sözlərimizdən biri də D variantında qeyd olunub.
Putniki zabludились в grimучем лесу. В лесу meşədə deyə tərcümə olunurdu. Amma istisna söz olaraq sonluğu y ilə, yox nə ilə bitir? U ilə bitir. Ona görə bizim düzgün cavabımız D-dir. İndi digərlərini izah edirəm. Дальше. A variantında na lunu. От слова luna. Luna bilirik də месяц. Вот этот ay belə deyək. Necə tərcümə olunur na lunu? Aya deyə tərcümə olunacaq. Luna sözümüz qadın cinsinə aiddir. Yön bildirirəmsə qabağına na qoyacağam. Вот görürsüz, nanı qoymuşam. Söz ayla bitəndə onu nəyə dəyişirdim? U'ya dəyişirdim. Помните, школа в школу. Luna na lunu. Ona görə A variantımda olan na lunu kuda sualına cavab verəcək. Hara, aya deyə tərcümə olunacaq. B variantında дети вошли внутрь. Внутрь içəriyə deyə tərcümə olunur. Hansı suala cavab verəcək? Куда? Внутрь. C variantında пловец подплыл к берегу. Он подплыл куда? Либо к чему? Куда он подплыл? К берегу. K-nin tərcüməsi tərəfə və yaxud da yanına. Yəni ki, sahil tərəfə, sahilin yanına deyə tərcümə olunacaq. Nə bildirir? Yön bildirir. Y variantında da elə bildiyimiz A variantında olduğu kimi. Strana ölkə deməkdir. Söz A ilə bitir. Coğrafik məkandır. Mən onu V ilə istifadə eləməliyəm. Qabağına V-ni qoyuram. A-nı da dəyişib eləyirəm O. Stranu ölkəyə deyə tərcümə olunacaq və kuda sualına cavab verəcək. Düzgün variantım olacaq variant D. Понятно? Hə, xanımlar, bəylər? Da. Точно? Heç bir sualınız, çətin gələn durum yoxdur. Все хорошо, все понятно. Хорошо. Так, indi zəhmət olmasa mənə 80-ci sualı eləyin. Bayaq bunu izah eləmişdim sizə. Учительская. Нет, я вам это слово уже сказала. Нет. Учительская, например, elə столовая kimi. Yaxşı, gəlin baxaq. Значит, смотрите. Укажите слово, которое является... Запятая. Да, все хорошо. Значит, укажите слово, которое является существителем. Yəni ki, mənə isim olan sözü göstər. Bu da bayaqki substantivləşmiş sözlər mövzusu var idi da bizim sizinlə. Правильно? Mən dərsdən sonra həmin o sözləri sizə qrupa yönləndirəcəm. Daha doğrusu kitabda hardan oxuya bilərsiniz, onu deyəcəm sizə. Или если хотите, покажу я вам потом. Значит, baxın, orada olan bütün sözlərimiz A, B, C və Y variantlarında olan bütün sözlərimiz həm isim kimi istifadə oluna bilər, həm sifət kimi istifadə oluna bilərlər. Amma D variantında olan zapitaya sözümüz bu artıq isimləşmiş bir sözdür. Azərbaycan dilinə vergül deyə tərcümə olunur və sifət kimi istifadə olunan variantı yoxdur. Хорошо? Понятно? Bu şey kimi istifadə oluna bilər də, sifət kimi. Bəli, məsəl üçün gəlin D hansı sözümüz bir də? Dejurnaya. Da. Məsəl üçün mən deyirəm ki, desəm ki, əgər on dejurный, o növbətçidir. Bir də deyə bilərəm ki, dejurный ученик. Tərcüməsi növbətçi tələbə. Это da şagird. Birinci halda isimdir, ikinci halda sifətdir. Başa düşdüm. Учительская da eyni şəkildə. Nə deməkdir учительская? Müəllimlər otağı da, правильно? Bayaqki столовая kimi, əgər məsəl üçün desəm большая учительская, bu artıq olacaq, как его, isim kimi, amma sifət kimi də hər hansı bir kontekstdə istifadə oluna bilər. Məsəl üçün deyirəm ki, nə olsun? Учительский долг, например. Müəllimin borcu, müəllimin vəzifəsi mənasında. Görürsüz, sifət kimi də istifadə oluna bilir. Хорошо? Все. Отлично. Mən yaxşı qəbul otağını götürdük, amma indi учительская götürmədik. Çünki bizdən bayaq, bizdən bayaq həm isim, həm sifət kimi istifadə olunan söz istəyirdi. Burada isə ancaq isim kimi istifadə olunan söz istəyir, ona görə. Başa düşdüm. Хорошо, отлично. Так, 83-cü suala baxırsınız. Birinci siz baxın, sonra mən izah eləyərəm.
Как там дела? Первый Variant точно, var. А, вариант. Nə olacaq? Второй не знаю. Хорошо, значит, baxıram. Orada cevabımız olacaq вообще вариант D вариант. Объясняю почему. Niyə? İzah edeyim də. Bax, soruşursunuz niyə? Deyirəm, izah edeyim, təzədən soruşursunuz niyə? Bir səbirli olun da. Tələbələrin də məndən betər heç biri səbirli deyil. Значит, начинаешь... Məlumatın deyib yanıtı geçdi. Biz deyirik, son 3 saniyədən sonra sizə gələn çatır. Hə, хорошо. Aha, gəlin baxaq. Значит, siz mənə heç bax o suala baxmadan bir dənə deyin görüm. Keçən dəfə yadınızdadır, mən sizə bir nitq səhvi məsələsi izah eləmişdim. V, iz, na, s ilə birlikdə. Məsəl üçün, iz Moskvı yoxsa s Moskvı? Bu Moskva. Bax, v Moskvə deyirəmsə əgər və yaxud da v Moskvu deyirəmsə, mən onun dan dəni nə ilə bildirirdim? İzlə. İzah eləməmişdim sizə bunu. Mən keçən dərsdə olmamışam deyə bilmirəm. Хорошо. Ondan Сейчас, əvvəlki sekundочку. dərsdə olmuşdu. Sizinlə v bir də nanı düşünürəm ki, уже əzbərlədik də azdan çoxdan. Правильно? Уже знаем, что к чему. Narahat olmayın, mən predlog mövzusunu keçəndə bir də bu mövzuya qayıdacağam onsuz da. Bir də fikir versə bizim demək olar hər sınaqda o mövzumuz var. Ona görə üzərindən hər dəfə keçəcəm. İndi xanımlar və bəylər, deməli biz sizinlə dedik ki, bunlar quda sualına da cavab verə bilən sözləri düzəldə bilirdilər də. Правильно? Məsəl üçün mən çox rahatlıqla deyə bilərəm v Moskvu. Nə deməkdir v Moskvu? Moskvaya. Düzdür? Və yaxud da mən çox asanlıqla deyə bilərəm na работу. Na работу. Na работа bir prosesdə, ona görə na ilə istifadə olunur. Və belə yadda saxlayın. İndi mən Moskvaya getdimsə, gedib hər halda həmişə Moskvada qalmıram da. Mən o Moskvaya quda sualı ilə getdimsə, düzdür? Bir откуда ilə də qayıtmalıyam da oradan. İndi sual yaranır ki, mən burada deməliyəm iz Moskvı yoxsa s Moskvı? Onda yadımıza salırıq ki, əgər mən yönü v ilə bildirdimsə, baba v ilə yön bildirmişəm burada. Qoyun bunu qırmızı ilə eləyim, sizin yadınızda qalsın. Sekundочку. Baxın, bura v yazmışıq da v Moskvu, правильно? Əgər mən yönü v ilə bildirirəmsə, onun dan dənini izlə bildirəcəm. Если вы едете в Москву, значит, вы возвращаетесь из Москвы. Хорошо? S Moskvı yazmış olsa sizə, mən bu şeyimə dəyməyin. Əgər sizə hardasa S Moskvı yazmış olsa, yadda saxlayın ki, bu səhvdir. S Moskvı olmaz. Olmalıdır iz Moskvı. Çünki V-nın antonimi izdir. Хорошо? Amma deyirəmsə na работу. Bunundan dəlini mən s ilə bildirməliyəm. Mikrofonları zəhmət olmasa söndürək. Təkrarlayıram. Əgər mən deyirəmsə na работу, bunun dan dəlini mən s ilə bildirməliyəm. Xahiş edirəm, mikrofonlarınızı bağlaya bilərsiniz hamınız. Çox xahiş edirəm. Mən mikrofonu bağlayamıram. Mənkini bağlayın da. Bir saniye buradan çıxanda bağlayaram onu. Çıxsam çünki söndürməli olacaq. Значит, запомните, если я говорю на работу, значит, я возвращаюсь с работы. S работы. Aydındır? Baxın, bunu sizə imtahanda nitq səhvi olaraq verə bilər. Хорошо? Yadda saxlayın ona görə bunu. Necə verə bilərsə bunu nitq səhvi olaraq qarşınıza çıxa bilər bu. Bunu belə sıqırın eləyim ki, на всякий случай yadınızda qalsın. Хорошо? İndi bu aydındır hamınıza. Это все понятно? Bəli. Aha. İndi 83-cü suala deyir ki, вставьте нужные предлоги. Deməli, yadda saxlayın. Станция sözümüz na ilə istifadə olunur. На железнодорожной станции был опущен шлагбаум. Deyir ki, dəmir yolu stansiyasında şlagbaum aşağı endirilmişdi. Со станции шел товарный поезд. Со станции indi necə tərcümə olunacaq? Hə? Stansiyadan. Stansiya. Deməli, birinci halda mən nə ilə istifadə elədim? Na ilə istifadə elədim də, onu düzdür? Deməli, mən onun qarşılığı olaraq nə istifadə eləməliyəm orada?
S. O da olacaq variantdır. Deyir ki, stansiyadan poyezd gəlirdi. Со станции шел товарный поезд. Baxın, bayaq izah elədiyim kimi, əgər na ilə mən onu qoydumsa ora, na ilə o yönü, o dadəni bildirdimsə, dan dənini də onun s ilə bildirməliyim. V ilə bildirmiş olsaydım, məsəl üçün belə bir cümlə olmuş olsaydı, мы с родителями поехали в школу, например. Mən şkolunu yönü nə ilə bildirdim? V ilə bildirdim. İndi demək istəsəm ki, məktəbdən qayıtmışıq, dan dəni уже izlə bildirməliyəm ki, мы возвращались из школы. Biz məktəbdən qayıdırdıq. Вам понятно? Хорошо? Bəli. Все, отлично. İndi baxın, ona oxşar. Burada 89-cu sualımız var. Yəni bu 89-cu suala baxın siz. Mən də izah eləyəcəm. Görürsünüz də 89-cu sualı. Bəli. Bir dənə siz baxın birinci. Y. Нет. C variantıdır. Да. İndi izah eləyəcəm. Почему да? Сейчас объясню. Это не от кашля? Сейчас я объясню. Подождите, пусть все просмотрят. Так, gəlin baxaq. Şam здесь дело. Əslində bayaq izah elədiyim mövzu ilə biraz uyumlu bir mövzu olduğuna görə dedim da izah eləyim getsin. Baxın mənə deyir ki, укажите верный вариант. Düzgün variantı. Düzgün variantı istəyir məndən. Извините, da E variant правильный. Da. Düzgün variantı istəyir məndən. Elə bir şey səhv variant istəyir. Ona görə deyirəm ki, o düzdür. Tam variant E правильный. Еще раз извиняюсь. Значит, gəlin baxaq variant A-ya. Mən sizə bayaq dedim ki, bu cəhətlərimiz var idi də bizim sever, yug, zapad, vostok. Onlar nədən istifadə olunurdu? Na. Mən na ilə istifadə edirəmsə, deyirəmsə na, yug. Onun dan dəni nə ilə bildirməliyəm? Soyuqa. Siyuqa. Soyuq sı da, sı və so eyni şeydir. Prosta hazırda siyuq olmalıydı. Təkrarlayıram. Deyirəmsə na, yug, deməli onun dan dəni olmalıydı siyuq. Хорошо? İkinci halda, starik nahmurился от усталости, yorğunçuluqdan mənasında. Baxın, s-nın dan dən mənası var. Deməli, bir lalə ilə mənası var. Onu ayrı bir mövzu olaraq izah eləyəcəm sizə. Məsəl üçün, cümlə qururam sizə. Ya guляю с подругами. Mən rəfiqələrimlə gəzirəm deyə tərcümə olunur da. Görürsünüz, lalə ilədir. Bir də onun dan dən mənası var. Orada iki halda bildirə bilir. Bir, vaxt bildirdiyi zaman ola bilər. Məsəl üçün, deyirəm ki, ya изучаю русский с детства. Tərcümə edin mənə. Mən rus dilini uşaqlıqdan öyrənirəm. Aha, görürsünüz? Deməli, s-dən sonra nə gəldi? Vaxt bildirən söz gəldi. Dan, dən olaraq istifadə elədik. Bir də na-nın qarşılığı olaraq da ola bilər. Məsəl üçün, baxın, cümlə qururamsa, deyirəm ki, положила marker на stol. Neynədim? Markeri stolun üzərinə qoydum. Взяла marker со stola. Stolun üzərindən götürdüm. Deməli, bir vaxt mənasında dan dəni göstərə bilər. Bir də üzərindən deyə tərcümə oluna bilər. Хорошо? Ona görə burada B variantında с усталости olmalı deyil idi. От усталости olmalı idi. Хорошо? İndi gəldim C variantına. Azərbaycan dilində düzdür. Siz deyirsiniz, məsəl üçün, öskürək üçün dərman aldım. Deyirsiniz də düzdür. Правильно? Употребляем же так. Ama amma deyirik də öskürək üçün dərman aldım. Amma rus dilində siz əgər для кашля demiş olsanız, bu o deməkdir ki, gedib dərman almısınız ki, öskürəsiz. Öskürmək üçün dərman almısınız deyə tərcümə olunur. Aydındır? Amma siz gedib öskürək üçün dərman almamısınız axı. Bir öskürmək üçün də dərman var. O nə üçündür? Elə dərman var öskürmək üçün. Seriozmu? Bu da yəni öskürüb bəriyəmi çıxarmaq üçün ciyərlərdə.
üzrlü sayın rus dilimiz o kadar gelişmeyip hələ ki. Медицинaya kadar gelip çatmamışım. В общем, запомните, купить лекарство можно от чего-то. Например, от головной боли, от кашля, не знаю, от боли в животе. Ot olmalıdır eğer bir лекарство məsələsi varsa orada. Хорошо? Договорились? Eyni şey də D variantı üçün keçərlidir. Ya uznal об этом из брата yox. Iz brata qardaşımın içindən deyə tərcümə olunur. Aydındır? İzin dan-dən deyə tərcüməsi içindən deyə tərcümə olunacaq. İz brata yox, od brata olmalıydı. Qardaşımdan öyrəndim. Düzgün variantımız da burada olacaq variant Y. Kollega опоздал на работу из-за дождя. Yağışa görə gecikdi. Хорошо? Hal-hazırda burada nəyi bildirir? Səbəb bildirir. Ki yağış yağdığı üçün, yağış olduğu üçün mən gecikmişəm. Bir də İzza'nın başqa bir tərcüməsi də var idi. Я вам, по-моему, объясняла один раз. Bir dəfə elə bir demişdim sizə. Yadımızdadır? Arxasındaydı deyə. Arxasından. Deməli, izin dan-dən mənasını, zanın da arxasından mənasını birləşdiriblər, eləyiblər izza. Və yadda saxlayın, əgər siz izzadan sonra məkan bildirən söz görürsünüzsə, orada arxasından deyə tərcümə oluna bilər. Hər zaman yox, amma çox zaman. Məsəl üçün, baxın, bu cümləni tərcümə eləyin mənə. Maşina выехала из-за угла. Maşın küncdən Küncün çıxdı. arxasından çıxdı. Küncün Day arxasından deməyəcəm ki, küncə görə çıxdı. Düzdür, səbəb deyil ki bu burada. Küncün bəli. arxasından çıxdı. Yəni ki, belə ikili tərcüməsi də ola bilər. Ona görə 89-da düzgün variantımız olacaq Y variantı. Aydındır? Zapomnili? Bəli. Nə gözəl. Как necə də xoş. Tak, bunlar sizə lazım. Всё, bir dənə də 100-cü sualı izah eləyirəm. 100-cü suala bir baxın zəhmət olmasa. Belə sual növü olaraq sizə nəyi xatırladır? Sual sözlər. Paronim. Ay, всё. Görürsüz artıq bir sualın paronim olduğunu bilirik. Bu uca böyük bir şeydir. Хорошо? Bizim elə qruplarımız elə Rus bölməsində elə uşaqlar var ki, hələ də paronim sualının paronim sualı olduğunu anlamır. Ona görə özünüzlə fəxr eləyə bilərsiniz. Ən azından bunun bir paronim sualı olduğunu anlayırsınız. Yaxşı, birinci siz baxın, sonra mən izah eləyim. Можно? Давайте. Ekranda görünmür. Zəhmət olmasa eləyərsiniz görünsün. Görünmür. Bir dəqiqə. Yox, 89. İndi görürsüz. 100-cü suala baxırsınız. Burada cavab var. Burada cavab 1, 3, 4 ola bilər. Aşıbqalar istəyir məndən. Üzrlü sayın məndə olar. Ничего бывает. Все, bunu da izah eləyim gəlin sizə. Хорошо, давайте я вам объясню. Можно? Gəl başlayaq aşağıdan. Belə biraz necə demiş, fərqlilik olsun da biraz. Şeydim. Həyatımıza qata biləcəyimiz maksimum fərqlilik. Deməli, nə edirik? Suala aşağıdan başlayırıq. Значит, запомните. Bizim 6-cı sözümüz var orada. Kojный divan. Bu uca səhvdir. Niyə? Çünki kojный dəriyə aid olan deyə tərcümə olunur. Və kojный divan olmaz. Да, может быть, Ola bilər. кожаный Kojanlı диван. divan. Həmin o kojanlı sözümüzdə də bir an şəkilçimiz var. O an şəkilçisi də nəyi bildirir? Materialı bildirir. Deməli, 6-cı səhvdir. Хорошо? Gəlirəm 5-ciyə. İstoriçni fakultet yox, исторический fakultet olmalıdır. Fakültəmiz tarixə aiddir. Mənsubiyyəti də nə ilə bildirirəm mən? SK ilə bildirirəm. Значит, 5 də getdi. Zubnaya boyama düzdür. Bildiyimiz diş ağrısı. Burada hər şey okeydir. 3-də də var женственные качества. Baxın, bunun paronimi olaraq bir var женский, bir də var женственный. Baxın, yadda saxlayın. Женский Azərbaycan dilinə qadına aid deyə tərcümə olunur. Məsəl üçün, mən deyirəm женская sumka. Nə deməkdir женская sumka? Qadın çantası. Aha, хорошо. Bəli, bildiyimiz qadın çantası mənasında. Хорошо? Bir də məsəl üçün женственный var. Bu qadın sayağı, qadınvari deyə tərcümə olunur da. Məsəl üçün deyirəm ki, у неё очень женственная походка. Necə tərcümə olunacaq? Qadın sayağı. Bəli, onun çox qadın sayağı gəzişi var. Məsəl üçün deyirəm ki, elə heç prosta o söz deyirəm, она очень женственная. Yəni o çox qadın kimidir, qadın sayağıdır. Хорошо? Amma yadda saxlayın, качества женственными не бывают.
Они могут быть женские. Качества бывают женские. Onlar qadına ait ola bilirlər. Aydındır? Ona görə mən женственные качества yox, женские качества deməliydim. Хорошо? Женственный может, походка может быть женственной. 2-də demokratik stroy. Stroy nəyə aiddir? Demokratiyaya aiddir. SK-mız yerindədir, hər şey okeydir. 2-də düzdür. 1-də bolotные сапоги. Bolotные паронимы nə idi? Вообще. Bolotистый. Bəli, orada olan o ist şəkilçisi, bəli, ist şəkilçisi nəyi bildirirdi? Bolotistый necə tərcümə olunurdu? Hə? Bataqlığı olan, çoxlu bataqlığı olan. Помните, ist çoxluğu bildirirdi. Помните, глинистый, болотистый. Bunlar hamısı nəyi bildirirdi? Çoxluğu bildirirdi. Правильно? Deməli, yadda saxlayın. Болотистый берег, болотистый лес, но болотные сапоги bildiyimiz bataqlıq rəngində olan. Хорошо? Поэтому bir də bizdə düz olacaq. Səhv olaraq da olacaq orada 3, 5, 6. Понятно? Xanımlar, bəylər, aydındır. Bəli, bəli. Все, отлично. Bəli. Все, bunu da bitdi.